Salam, hər vaxtınız xeyir olsun. Bizdən soruş layihəmizin artıq ikinci buraxılışı ilə qarşınızdayıq. Bu dəfəki qonağımız isə Parklanmanın Təşkili Departamentinin direktoru Samir Cəlladovdur. Samir müəllim, necəsiniz? Təşəkkür edirəm. Siz necəsiniz? Yaxşı olsun. Samir müəllim, hazırsınızsa elə ilk sualımızla başlayaq. Əlbəttə, buyurun. Salam, mənə parklanmaya görə 2 cərimə yazılıb, amma ləğv olunmağını istəyirəm. Çünki parklanmanın pulunu ödəmişəm, qaydalara əməl etmişəm. Səbəb isə Azparking tətbiqində köhnə maşının nömrəsi qeyd olunub, amma mən təzə maşının nömrəsini qeyd etmişəm. Niyə belə olduğunu bilmirəm, zəhmət olmasa açıqlama verərsiniz. Təbii ki, bu halla bağlı bir açıqlama vermək istəyirdik. Orada proqram təminatında müəyyən dəyişikliklər olunub. Əvvəllər vətəndaşlar öz istəkləri, öz seçimləri ilə bir nəqliyyat vasitəsini daimi olaraq seçirdilər. Bu kimi hallar çaşqınlıq yaratdığına görə indi hal-hazırda mobil tətbiqdə daimi seçilən nəqliyyat vasitəsi olsa belə vətəndaşdan parklanma sessiyasını başladılanda yenidən təsdiq etmələri tələb olunur, yəni proqram üzərindən. Yəni vətəndaş məcburi qaydada yenə də saxladığı nəqliyyat vasitəsinin nömrəsini əmin olması üçün bir daha təsdiq etməyi orada proqram üzərindən tələb olunur. Yəni bu hal mövcud çaşqınlığı aradan qaldırır. Yəni amma yenə də vətəndaşlar nəqliyyat vasitələrini özlərini seçdiyinə görə bu hallarda ümumiyyətlə diqqətli olmaları tövsiyə olunur ki, yəni mütləq şəkildə özləri bir daha diqqətlə baxsınlar ki, hansı nəqliyyat vasitəsi üçün parklanma sessiyasını başladılar. Cərimə tətbiqi ilə bağlı hər hansı bir sualları varsa, rəsmi formada şikayət ünvanlasınlar, zaten araşdırılıb cavab veriləcəkdir. Eyni vətəndaş daha bir sual yazıb. İkinci suala maşından enmədən kəmərimi də açmadığım halda 5 dəqiqə yol kənarında gözlədiyimdə cərimə yazılıb. Bu nə qədər doğrudur? Sualı tam anlaya bilmədim. Yol kənarında dayanıb vətəndaş 5 dəqiqəlik saxlayıb, elə olduğunu iddia edir ən azından. Yəni parklanma məntəqəsində mi saxlayıb, yoxsa parklanma məntəqəsi olmayan, parklanma məntəqəsində saxlayıb 5 dəqiqə. Parklanma məntəqəsində bizdə yol hərəkəti haqqında qanunda da göstərilir 3-cü maddədə ki, vətəndaş parklanma məntəqəsinə daxil olduqda SMS və ya proqram təminatı vasitəsilə vaxt açmalıdır. Çünki vətəndaşın parklanma məntəqəsinə daxil olduğu vaxtı biz yalnız sessiya başladığı müddətdən görə bilirik onu. O mütləq şəkildə olmalıdır ki, həm şəffaflıq baxımından, həm vətəndaşın özü üçün də. Yəni 5 dəqiqə, zaten o 5 dəqiqədən sonra vaxtı açanda orada 10 dəqiqə interval da olur ki, monitorinq olunur. Yəni protokol şəkil çəkilən kimi anında təsdiq olunmur. Əvvəlcə monitorinq olunur, baxılır. Vaxt açılmayıbsa protokol təsdiq olunur. Yəni ki, burada 1 dəqiqə, 2 dəqiqənin içində protokolun təsdiq olunması ilə bağlı fakt, yəni elə bir hal yoxdur. Yəni zaten 1 dəqiqənin ərzində protokol tərtib olunmur. Yəni bu şəkil çəkilir, monitorinq olunur, ondan sonra protokol tərtib olunur. Minib düşmə olduğu halda da, məsələn, həmin anda iPatrol gəlib çəksə, elə bir hal ola bilərsə? Yəni belə bir hal var da, vətəndaş parklanma yerini kimsə düşürdüsə, tövsiyə edərdik ki, vaxtı mütləq şəkildə açsınlar. Çünki bu kimi hallarda, bu iPatrollarda biz fiziki müdaxiləni minimuma endirmək üçün iPatrollar fəaliyyət göstərir. Tam proqram başdırılıb. Bəli, yəni burada həm şəffaflığın təmin olunması üçün, burada ümumi parklanma məntəqələri ümumi əsas prinsipi, belə deyim də, yüklülüyü azaltmaqdır. Yəni parklanma məntəqələrinin əlçatanlıq səviyyəsini artırmaqdır. Burada tam şəffaflıq olsun deyənə və vətəndaş da iddia irəli sürəndə, onun araşdırılması da rahat şəkildə aparılması üçün orada vaxtın başladılması mütləqdir. Yəni hər iki tərəf də iddia olunan tərəfə görə iddia edirsə ki, mən parklanma yerində saxlamışam, vaxtı açmışam. Bu biz tərəfdən də araşdırma aparılanda daha rahat şəkildə baxırıq məsələyə. Sonra iPatroldan danışdıq. Mən istərdim ki, iPatrol haqqında bir məlumat verəsiniz. Bilməyən izləyicilərimizin də bu haqqda məlumatı olsun. iPatrollar ərazidə xidmət aparan xüsusi texniki vasitələr, xüsusi kameralar quraşdırılmış nəqliyyat vasitələridir. Hansı ki, qayda pozuntu halları ya bələdçilər, inspektorlar vasitəsilə aparılır və yaxud da həmin iPatrollarla. Daha bir izləyicimiz belə bir sual yazıb, elə məhz parklanma və minib düşmə mövzusundan əlaqədardır. Yazıb ki, mən aynaya təklifimdə bildirmişəm ki, hər parklanma zonasında ən azından bir dənə taksi üçün min-düş yeri yaradıla bilər. Çünki taksilər və sərnişinlər avtobus zolaqları səbəbindən əziyyət çəkirlər və bu həll ola bilər deyə düşünür. Sizcə məntiqlidirmi belə bir? Parklanma məntəqələrində zaten 15 dəqiqə ödənirsiniz. Yəni minib düşmə yeri kimi istifadəyə olduğu yerdə bəzən parklanma dolu olur. Minib düşmə yerləri əsasən avtobus zolaqlarında çoxluq verilir.
Bu HM qanunundan da tənzimlənir. 5-9 nişanlı xüsusi hərəkət zolaqlarında 1-11 üfüqi nişanlama xətti varsa, vətəndaş həmin sahədən girib sərnişini düşürdü, çıxa bilər. İctimai nəqliyyatın hərəkətinə mane olmadan. Yəni bu həmin belə deyim də, həmin hissədən keçib daimi park halında saxlamaq nəqliyyat vasitəsini bu qanundan qadağandır. Amma bu kimi halların qarşısını alınması üçün 27 ünvanda da minib düşmə yerləri, əlavə məlumat lövhələri quraşdırılmaqla vətəndaşların istifadəsinə verilir. Parklama məntəqələrində də zaten parklama məntəqəsinin əsas prinsipi odur ki, doluluğu, yüklülüyü azaltmaq üçün ödənişlidir. Ödənişli parklama məntəqələrində o 15 dəqiqədə sırf onun üçün nəzərdə tutulub ki, vətəndaş kimisə əgərsə 5 dəqiqəlik, 10 dəqiqəlik işi varsa, 15 dəqiqəlik vaxtı başladıb vətəndaşı düşürdüb gedə bilər. Sadəcə olaraq təəssüf olsun ki, yəni parklama məntəqələrinin ödənişli olmağına baxmayaraq, yenə də yüklülük, tələbat da çoxdur, yüklülük də çoxdur. Orada minib düşməyə 327 nişanlı ya da ki 328 nişanlı qoyula bilər, amma bu kimi hallarda da sui-istifadə halları da olur. Cərimə protokollarına baxmayaraq, hansı ki, hüquqi mühafizə orqanları bununla bağlı tədbirlər görür. Amma təəssüflər olsun, nəqliyyat vasitələri yenə də orada park edir. Sami müəllim, növbəti suala keçmək istəyirəm. Parklanma ilə bağlı aylıq, illik abunə paketlərinin tətbiqi planlaşdırılırmı? Ümumiyyətlə bizdə abunə paketlərlə bağlı həm daha çox sual gəlir, ictimai nəqliyyatla bağlı gəlir, avtobuslarda gəlir. Bir izləyicimiz də sırf parklanma ilə bağlı soruşub. Məncə maraqlı bir. Xeyr, bununla bağlı hal-hazırda bir layihə yoxdur. Səbəb də əsas odur ki, bizdə parklanma məntəqələri zonalar üzrə 4 zonaya bölünür. Yəni burada vətəndaşlara da çox çaşqınlıq yaradacaq deyənə, bununla bağlı bir neçə müzakirə olub. Yəni belə deyim də, müsbət tərəfləri görülməyib bu məsələnin. Çünki zonalar çoxdur. Hər zonaya görə də ödəniş məbləğləri müəyyən edilib. Burada vətəndaşlar da zonaya görə bir paket götürə bilər. Məsəl üçün hansısa bir paket müəyyən olunsa, zonalara görə qiymətlər dəyişir deyənə. Orada artıq onların tənzimlənməsi bir balaca sual altındadır. Növbəti sualımız da məhz zonalarla bağlı idi. Zonalarda məsələn qiymət bölgüsü nəyə görə dəyişir? Bir yerdə 70 qəpiyə saxlamaq olur 1 saatı, bir yerdə 1 manatdır, bir yerdə 40 qəpikdir və 30 qəpik də məncə var 1 saatı. Bu ümumiyyətlə zonaların müəyyən olunması Nazirlər Kabinetinin 213-nömrə qərarında müəyyən edilib. Ancaq 2023-cü ildə bu qərar qüvvəyə minib. Həmin dövrdə də şəhər mərkəzində bu zonalar əsas yüklülüyünə görə bölünüb. Yəni mərkəz zonada əhalinin daha çox axın etdiyi ərazidir. Yalnız ki, ticarət mərkəzlərinin sayı da çoxdur. Gəzinti, istirahət mərkəzlərinin də sayı çoxdur. Birinci zonalar hansı ki, yüklülük çoxdur. Yəni yüklülük dərəcəsinə görə zonalar 4 yerə bölünüb. Yəni daha şəhər mərkəzindən kənar ərazilər isə 4-cü zonaya düşür, hansı ki, ödənişsiz zonadır. Yəni bu Səbail rayon ərazisi var, Sabunçu rayon əraziləri var ki, hansı ki, həmin ərazilər ödənişsiz zonaya düşür. Bəs parklanma zolaqları bəzən pozulur, bu da əhalidə çaşqınlıq yaradır. O xəttlər mütəmadi olaraq hansı aralıqda yenilənir, üzərinə məsələn yeni xəttlər çəkilir? Məsələn, artıq bir neçə yerdə şahidi oluruq da ki, orada parklanma yerlərində, avtomobil üçün ayrılan yerlərdə artıq rənglər bitib. Yəni o normaldır, təbii haldır və yenilənməyi necə planlanır? Mütəmadi olaraq parklanma məntəqələrində, nəinki parklanma məntəqələrində, ümumiyyətlə Bakı şəhərinin arasında silinmiş üfüqi nişanlama xəttləri mütəmadi olaraq yenilənir. Amma bu həm belə deyim də, asfaltda bizim sürücülərdə şəhər mərkəzində bu tormozlamadan, əyləcidən daha çox istifadə etməlidirlər. Hansı ki, bu təkərin keyfiyyətindən də asılıdır. Kraskanın tam silinməyi də deyil, çox vaxt qaralır kraskalar. Hansı ki, yağışdan sonra bəzi yerlərdə bu hal olacaq ki, tapırkən təmizlənir. Silinməklə bağlı da mütəmadi tədbirlər görülür. Amma parklanma məntəqələrində üfüqi nişanlama xəttinə əlavə də 5-15 nişana quraşdırılır və altında da həm ödənişli olma ilə bağlı, üsulla bağlı əlavə məlumat lövhələri quraşdırılır. Vətəndaşlar zaten parklanma məntəqəsinə daxil olanda əsas üstünlük verməlidirlər, fikir verməlidirlər nişana. Əgərsə nişanda tam silinmə yox və yaxud qar yağıbsa və yaxud ağac yarpaqları tökülübsə üzərindən, üfüqi nişanlama xətti görüntüsü məhdudiyyəti varsa, amma ərazidə nişanın görüntüsündə heç bir məhdudiyyət yoxdursa, bu vətəndaşı inzibati məsuliyyətdən azad etmir. Yəni mütləq şəkildə nişanın tələbinə uyğun olaraq parklanma məntəqəsində nəqliyyat vasitəsini park etməlidir. Bəzən bilirsiniz necə olur? Bəzən həmin o parklanma məntəqəsində həm başlanğıc, həm də son nöqtəsində ştrixlənmiş ərazilər olur və ştrixlənmiş ərazinin də xətti silinir. Və belə hal olduqda, məsələn, parkinq işçiləri, bələdçilər, yəni onu cərimə kimi qeyd edirlər.
Belə bir nüanslar Yox, başlanğıc Yəni- belə deyim. Yol hərəkəti haqqında qanunda da var ki, nişanın quraşdırıldığı ərazidən sonra qüvvəyə minir. Yəni yerdə xətti görmürüksə biz Xətti orada amma olmasa belə, biz nişanı görə Bəli, biliriksə bəli, orada saxlaya 5-15 bilirik. nişanı parklanma məntəqəsinin ərazisi 5-15 nişandan sonra əhatə olunur. Və yaxud da ki, ondan sonra 327 nişanı varsa, nişan quraşdırıldığı ərazidən sonra qüvvəyə minir. Yəni həmin növbəti yol kəsişməsinədək. Yol ayrıcı varsa, əgərsə yol ayrıcı yoxsa, həmin nişan həmin sonuncu yol ayrıcında qüvvədə saxlanılır. Əgərsə üfüqi nişanlama xətti görünmürsə ərazidə. Yəni belə deyə bilərik ki, onda bir ərazidə parklanma nişanı əgər silinibsə, ştrixlənmiş ərazi də görünmürsə, orada saxlamaq olar. Belə deyim, ümumiyyətlə daimi durma hallarını müəyyən edən müəyyən qaydalar var, hansı ki, orada yol nişanı olmaya da bilər. Yol hərəkəti haqqında qanunun 52-ci maddəsində də qeyd olunub ki, nəqliyyat vasitəsinin sürücü əgərsə yolun hərəkətinə tutulan nişan da varsa, əgərsə xətti ilə bağlı anlaşılmazlıq varsa, yəni tam anlaya bilmirsə ki, burada maşını saxlaya bilər və yaxud da yox. Nə sürücü özü görürsə ki, nəqliyyatın hərəkətinə saxladığı yerdə maneə yaradırsa, orada tövsiyə edirdik ki, ümumiyyətlə nəqliyyat vasitəsini saxlamasın. Çünki qanunda da göstərilir ki, nəqliyyat vasitəsini saxladığı zolaqda bir-bir üfüqi nişanlama xəttinə 3 metrdən az məsafə qalırsa, sürücü inzibati məsuliyyətə cəlb olunur onunla bağlı. Yəni qayda pozuntusudur ki, digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradır. Ümumiyyətlə bu ştrixlənmiş ərazi çox çaşqınlıq yaradır. Yəni çaşqınlıq yaradır deməzdim, əksinə vətəndaşların daha çox rahatlıq yaradır. Ştrixlənmiş, yəni bütün Bakı şəhərində xəttlənmə silinib deyənə bir şey yoxdur. Yox, silinməyib. Ştrixlənmə, xəttlənmə, yəni vətəndaşlarda nə kimi çətinlik yaradır? Yəni məsələn tanımırmı yol nişanını, üfüq nişanlama xəttini? Yox, ştrixlənmiş ərazi çaşqınlıq yaradır ona görə ki, məsələn orada daha bir park yeri də açıla bilər. Həmin o ştrixlənmiş ərazi olmasa bir park yeri üçün nəzərdə tutulsa, bir avtomobil də park edə bilər orada. Ancaq ora ştrixlənmiş bir xəttlər qoyulub. Orada yəni rahat avtomobil də park edə bilər və heç bir yola da maneə törətmir. Siz parklanma məntəqələri təşkil olunmamış ərazilərdə deyirsiniz, kənar ərazilərdə ki, hansı ki fiziki müdaxilə olur. Kimsə şəxsən özü gəlib kraska ilə orada hansısa Yox, o da nişanlama var. O xəttləri hallarda var. O ayrı bir məsələ. Amma ki sırf ştrixlənmiş ərazilər var. Məsələn ki, elmlər ətrafında var, elə Nərimanov adacıqlara deyirsiniz. Yəni məsələn ştrixlənmiş xəttlərdir və orada siz saxladığınız halda cəriməni ayına tətbiq eləmir. Daxili İşlər Nazirliyi tətbiq Belə deyim, o kimi hallar Zaur Nurəliyev küçəsində də var, hansı ki adacıq sayılır. Həmin adacıqlarda da xəttlənmə nəqliyyat vasitələrinin hərəkət istiqamətinin əksinə çəkilir. Parklanmalarda belə deyim də bucaq altında parklanma nəqliyyat vasitəsinin hərəkətini, yolun hərəkət hissəsinin əks tərəfinə, yəni nəqliyyat vasitəsinin əks tərəfinə, hərəkətin əks tərəfinə çəkilir. Yəni ki, siz parklanma məntəqəsinə daxil ola biləsiniz deyənə. Amma adacıqlarda həmin xəttlənmə ştrix xəttləri hərəkətin əksinə çəkilir. Yəni ən azından sürücü də hər iki üfüqi nişanlama xəttini bir-birindən ayıra bilsin. Çünki bu qanunda da göstərilir və 2-ci maddədə də var. Yəni xəttlərin çəkilmə qaydası. Bizdə də qanuna uyğun, qanuna müvafiq qaydada çəkilir bütün xəttlənmələr. Yəni vətəndaşın yol hərəkəti haqqında qanunu bilməməsi, bir sürücünün onu inzibati məsuliyyətdən azad etmir. Yəni bu həm piyada təhlükəsizliyi, həm vətəndaşın özünün təhlükəsizliyi baxımından vətəndaş qanunları mütləq şəkildə, əgər sükan arxasına oturursa, qanunları, yol nişanlarını mütləq şəkildə tanımalıdır. Mən bu nişanı tanımadım, bunu bilmədim, qəza törətdim, onu belə deyim də, həm vicdan əzabından, həm də inzibati məsuliyyətdən azad etmir. Yəni o adacıq nəyə əsasən çəkilir? Adacıqları belə deyim də, yolların hərəkət istiqamətinə görə, zolaqların ölçülərinə görə, adacıqlarda əgərsə bizim adacıqlar ən çox misal üçün vətəndaşlarda vizual belə deyim də anlayış yaransın deyənə 5 metr kəsişmələrdə də qoyulur. Məhəllələrin, həyətyanı sahələrin yol kəsişmələrinin 5 metrlərində də qoyulur ki, vətəndaş ən azından bilsin ki, burada bu məsafə 5 metrədir. Yəni burada nəqliyyat vasitəsini saxlamaq olmaz. Samir, parklanmanın təşkili Bakıdan başqa digər ərazilərdə də nəzərdə tutulurmu? Və Bakı ərazisində təxminən tam olaraq nə qədər müddətdə deyə bilirikmi ki, bu müddətdə bütün ərazi parklanacaq. Bakıdan söhbət gedir. Bakı şəhərində bizdə mövcud qanunvericiliyin tələbinə uyğun olaraq ayına ancaq Bakı şəhərinin ərazisində parklanma məntəqələrinin təşkili və tənzimlənməsi ilə məsul olur. Yəni onun səlahiyyətinə, ayının səlahiyyətinədir. Bakı şəhərində digər rayonlarda da 213 nömrəli qərarda hazırda qiymət müəyyən olunub Sumqayıt və Gəncə şəhərində. Amma həmin ərazilər parklanmanın təşkilidir, idarə olunmasıdır, ayının sərhədləri xaricindədir. Yəni mövcud qanunvericiliyin tələbində.
Parklanmaların yekun olaraq belə bir say deyə bilməyəcək, yəni filan müddətdə qurtaracaq, amma belə deyim, torpaq da məhdud resursdur. Yəni bu parklanmaları daimi təşkil eləyə artıra bilməyəcək. Yəni ki, bu da müəyyən bir dövrdə dayanacaq zaten. Çünki infrastruktur da gün-gündən dəyişir, nəqliyyat vasitələrinin hərəkətinə də, parklanmaya da tələbat da gün-gündən artır. Daxil olan nəqliyyat vasitələrinin sayı da ildən-ilə artır. Yəni bu göstəricilər hər il dəyişdiyinə görə tam belə dəqiq rəqəm demək mümkün deyil. Növbəti sual, bəzi ərazilərdə parklanma paraleldir və bu səbəbdən parklanma yerlərinin sayı çox az olur. Bunu perpendikulyar şəkildə təşkil etmək mümkündürmü? Parklanma məntəqələri zaten təşkil olunanda tərəfimizdən mütləq şəkildə ərazidə təhlil aparılır. Təhlil dedikdə nəqliyyat vasitələrinin axınıdır, yolun buraxıcılığıdır, o nizamsız dayanma hallarıdır, yolun ölçüləridir. Yəni bütün bu faktorlar nəzərə alınıb parklanma məntəqələri təşkil olunur. Əgərsə bir ərazidə parklanma paralel təşkil olunubsa, burada nəqliyyat vasitələrinin hərəkəti üçün mütləq şəkildə yolun eninin də nəzərə alınması lazımdır. Yəni oradan ən azından bir nəqliyyat vasitələri hərəkət edə bilsin. İndi hərəkət zolaqlarının sayından asılıdır. Bizim də əsas məqsədimiz zolaqların sayını maksimum dərəcədə eyni saxlayıb parklanma məntəqələrini təşkil edir ki, həm tıxac yaranmasın. Çünki parklanmanın əsas təşkili tıxacın aradan qaldırılmasıdır. Yəni tıxacın aradan qaldırılmasında parklanma məntəqələrinin təşkili böyük rol oynayır. Parklanmanın qiymətləri ilə bağlı hər hansı bir endirim nəzərdə tutulurmu? Parklanmanın qiyməti hal-hazırda yəni mövcud qanunvericiliyin tələbinə uyğun fəaliyyət göstərir. Zonalar üzrə də zaten qiymətlər də bəllidir. Mərkəz zonada 1 manatdır, birinci zonada 70 qəpikdir və ondan aşağı doğru gedir. Amma yəni bu qiymət siyasətinə də baxmayaraq zaten parklanma məntəqələrində yüklüyün səviyyəsi də artıqdır ya da yəni əlçatanlıq səviyyəsi get-gedə aşağı düşür. Tələb də çoxdur. Yəni hal-hazırda bununla bağlı bir endirim nəzərdə tutulmuyor. Növbəti sual ondan ibarətdir ki, izləyicilərimizdən biri yazıb. Mən dövlət işində çalışıram, adını çəkmək istəmir və deyir ki, günə 7-8 azəyin parklanma ödənişi eləyir və onlara özəl imtiyazlar olacaqmı? Belə deyim, parklanma məntəqələrinin ödənişli olmağının əsas prinsipi parklanma məntəqələrinin əlçatanlığının səviyyəsinin artırılmasıdır. Yəni burada tənzimləmə rolunu oynayır əsas ödənişli olmaq. Şəhər mərkəzində tutalım ən bahalı zona mərkəz zonadır, 1 manatdan. Şəhər mərkəzinə gedən əhalinin əksəriyyəti ya iş dalıcına gedir, işini görməyə və yaxud gəzmək üçün ya da orada yaşayan sakindir. Yaşayan sakinlərə zaten imtiyaz var ki, yaşadığı məntəqədə, yaşadığı ərazidə 100 metr məsafədə təşkil olunmuş parklanma məntəqəsindən fərdi parklanma talonu verilir. Həmin yaşayan sakinlər üçün ki, bu imtiyazlar var. Amma biz ödənişli belə deyim, ödənişli məntəqələrdə işləyən cəmaət üçün o imtiyazlar verilsə, şəhər mərkəzinə nəqliyyat vasitələrinin axını sayı artacaq. Yəni burada parklanmanın ödənişli olmağının və yaxud da parklanmanın təşkil olunmağının ya da tənzimləmə funksiyasının heç bir əhəmiyyəti qalmır. Zaten orada yüklülük artacaq, yenə də şikayətlər artacaq ki, vətəndaşlar 10 dəqiqəlik, 15 dəqiqəlik şəhər mərkəzinə hansı ki, təcili bir iş var, təxirə salınmaz da iş dalıcına gedəcək. Onun orada itirdiyi vaxt parklanma yerini axtarmaqla bağlı olacaq. Bu sahibkarlara həm də icarədarlara da aiddir. Nəinki sahibkarlara, hər kəsə. Orada yaşayan sakinə belə, orada olan belə deyim də tibb müəssisələrinə belə, ticarət obyektlərinə belə. Yəni belə deyim, o nəqliyyat vasitələrinin dövrünün sayını artıracaq. Yəni şəhər mərkəzinə gedən insan ən azından fikirləşir ki, ödənişlidir və yaxud da ictimai nəqliyyatdan istifadə edə bilər, mikromobillik vasitələrindən istifadə edə bilər. Amma ödənişsiz olduğu halda mərkəz zonada, tutalım parklanma məntəqəsi ödənişsizdir. Yəni vətəndaşın şəhər mərkəzinə fərdi nəqliyyat vasitəsindən istifadə eləməyinə yayındıran heç bir faktor qalmır. Səmim, növbəti sualımıza keçmək istəyirəm. Qanunsuz parkinq işçiləri ilə bağlı hansı tədbirlər görülür? Gecə saat 22:00-dan sonra şəhərdə qanunsuz işçilər olur, xüsusən də Ağşəhər bulvarı və Fəvvarələr meydanı ərazisində. Bununla bağlı belə deyək, aynanın hər hansı bir tədbiri varmı? Bununla bağlı bizim əsas vətəndaşlara tövsiyəmiz odur ki, həftə içi saat 22:00-dan sonra və yaxud da bazar günləri parklanma məntəqələri zaten ödənişsizdir. Vətəndaşlar həmin vaxtlarda parklanma məntəqəsindən ödənişsiz istifadə etməlidirlər. Bunlar da onların tam hüququdur. Ödənişi vətəndaş həmin şəxslərdən, yəni əlavə ödəniş tələb edən və qanunsuz şəkildə ödəniş tələb edən vətəndaşlara, həmin şəxslərə o ödənişləri etməməlidirlər. Çünki yəni o pulu verdikcə, ödənişin maddi vəsaiti verdikcə onlar üçün belə deyim, zəmin yaranır, bir şərait yaranır. Bizim əsas tövsiyəmiz əlavə vəsait tələb edən vətəndaşlara, həmin şəxslərə ödənişləri etməməlidir. Bununla bağlı da hüquq mühafizə orqanları mütəmadi tədbirlər görür.
Sanmıyorum, bəzi hallarda son sual vermək istəyirəm. İyaşə obyektlərinin qarşısında, müxtəlif məkanların qarşısında azparkinqin ümumiyyətlə aynanı nəzərdə tutmuş parklanma əraziləri olur və o parklanma əraziləri müəyyən yerdən sonra həmin o iaşə obyektinin yeri kimi davranırlar. Yəni buradakı məsələ ilə bağlı kim cavab verir, kimə müraciət olunmalıdır? Yox, yeri kimi davrana bilməzlər. Çünki qanunvericilikdə də göstərilib ki, parklanma Yəni yerləri daş mı qoyulur, hər hansı bir cisim mi qoyulur, belə bir təkər mi qoyulur, belə bir şeylər qoyurlar və o yeri saxlayırlar zəflərlə ki, bağlı. bu yer bizimdir məsələn. Bu tip qanun pozuntularına bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hüquqi müstəvidə müvafiq tədbirlər görülür. Ümumiyyətlə qanunvericinin tələbində də var ki, parklanma təşkil olunmuş parklanma məntəqələri ümumi istifadə üçün nəzərdə tutulub. Yəni rezervasiya edilməsidir və yaxud da hansı bir kənar vasitələrlə bağlanmasıdır, yəni digər şəxslərin məntəqəyə giriş-çıxışına maneə yaratmaqdır. Bu inzibati məsuliyyət yaradır. Bununla bağlı müvafiq hüquqi müstəvidə tədbirlər görülür. Səmim müəllim, təşəkkür edirik. Vaxtınızı ayırdınız, gəldiniz, bizim suallarımıza cavab verdiniz. Sizin də son olaraq demək istədiyiniz nələrsə varmı? Mən təşəkkür edirəm. Ümid edirəm verdiyimiz cavablar vətəndaşların ən azından bir töhfəsi olacaq vətəndaşlara. Yetərincə qaynaq olub. Belə deyim, bizim əsas məqsədimiz parklanma məntəqələrini parklanma departamenti olaraq parklanma məntəqələrinin vətəndaşların əlçatanlığını təmin etməkdir. Amma əsas tövsiyəmiz də ondan ibarət olardı ki, qısa məsafəli səyahətləri fərdi nəqliyyat vasitələrinə etməsinlər. Burada hamı gəlib bir-birinə dəstək olsun. Vətəndaşlar da dövlət qurumlarına dəstək olmalı ki, bu yüklülüyü, bu tıxacın yüklülüyünü maksimum dərəcədə azaldaq. Şəhərin mərkəzinə mikromobillik vasitələri də gedə bilərlər, ictimai nəqliyyatdan da istifadə edə bilərlər. Yəni qısa məsafələri piyada da gəzmək olar, həm sağlamlığa da xeyirlidir, həm də hər kəs üçün daha əlçatan olar şəhərin mərkəzi. Səmim, təşəkkür edirik bir də. Bizdən soruş layihəmizin ikinci buraxılışı bununla da yekunlaşdı. Növbəti proqramımızın mövzularını isə siz seçəcəksiniz. Necə? Elə məhz bu videonun şərh bölməsində bizə suallarınızı yönləndirəcəksiniz. Biz isə həmin o sualları ən doğru ünvana çatdıracağıq. Hələlik.